Hə, evdə Nutella hazırladım. Özü də daş kimi, kərpiç kimi möhkəm. Hazırlanması da olduqca asan oldu. Ləzzətinə də doymaq olmur. Gəlin birlikdə hazırlayaq. Belə uzunsov bir qab götürmək lazımdır. Başqa belə qab yoxdursa bankada götürə bilərsiniz. Süd, bitki yağı yarım stəkan, 3 xörək qaşığı şəkər tozu və kakao bir paçka. Çalışın Rusiya istehsalı kakao götürün, çünki o daha dadlı olur, rəngi isə daha açıq olur. Məndə sadəcə evdə olan o idi deyə bundan istifadə etdim. Türkiyə istehsalı olan kakaodur və çox tünd olur rəngi. Blenderi aşağı indiririk və tərpətmirik. 1-2 dəqiqə tərpətmədən yaxşıca çalırıq ki, məhlulumuz qarışsın və qatılaşsın. 1 dəqiqə keçdikdən sonra impuls şəkildə az-az qaldırırsınız yuxarı, indirirsiniz aşağı. 2-3 dəqiqədən sonra belə tam qarışım olur. Fındıqlarımızı qovururuq. Çalışın, lap qovurun ki, o həmin o fındıqdan qovrulmuş qoxu iyisi gəlsin. Biraz bitki yağı əlavə edib blenderdən öydürük. Toz halına çevirdikdən sonra yarım plitka şokolad əlavə edirik. Məndə südlü şokoladdır və yenidən blenderdən öydürük. Məndə səbrim çatmadı, tam belə yağını buraxmağı gözləmədim. Çünki sonra o birisi blenderdan çalışacağım. Baxın, amma yenə də belə yağlı kütlə olubdu. Həmin o kakaolu qarışımımızın üzərinə əlavə edirik və ən azı yenə 3-4 dəqiqə blenderi köməyi ilə qarışdırmağa başlayırıq ki, bütün fındıq və şokoladlı məhlul bir-birinə qarışsın. Artıq videoda gördüyünüz kimi qarışdırdıqca belə çətin çəkirəm, çünki qatılaşma prosesi davam edir. 2 saat soyuducuda saxlayırsınız, olacaq daş kimi.